Salam hörmətli izləyicilər. Bugün ayın 20 aprel 2026 il tarixidir. Mən Hidayətov Əliman Əlioğlu, Masallı rayon Rüdəkənar kənd sakini, eyni zamanda Könüllü İctimai Nəzarət İctimai Birliyin üzvüyəm. Bizim bu video çarxı hazırlamaqdan məqsədimiz odur ki, kəndimizdə uzun illərdir ki, qaz problemi var, qaz çəkilişi ilə problemi var və bunun haqda biz yazılı və şifahi şikayətlər eləmişik. Yer qalmayıb, daha doğrusu qapı qalmayıb, hamısına biz şikayətlər eləmişik. Heç bir nəticəsi olmayıb. Və biz bu haqda kəndin cəmaatı ilə birlikdə 3 dəfə açıq mikrofonda çıxış eləmişik. Azərqazın rəhbərliyin qəbulunda 2 dəfə, əvvəlki nazir Ruslan Əliyevin qəbulunda 2 dəfə olmuşam və axırıncı baş direktorun da qəbulunda olmuşam. Hər dəfə bizə bu ildən gələn ilə vədə veriblər, qaz çəkilişi başlayacaq, indiyə qədər yoxdur. Kəndimizin qazın olmamağı nəticəsində bizim təbii sərvətlərimiz meşə viran olunur, demək olar ki, cavan ağaclar kəsilir, qırmızı kitaba düşən ağaclar da kəsilir, peşdə yandırılır. İstəyərdik ki, bizim kənddə də qaz olsun və təbiətimiz qorunsun. Bu dəmir turbalar ki var, bu da yerdə, Sovetlər dövründə çəkilən turbalardır, qalıb yerin altında çürüyür. Buna isə əhəmiyyət verən yoxdur. Bizim ümumi təşkilatımız Könüllü İctimai Nəzarət İctimai Birliyi Cəlilabad rayonunda yerləşir. Tayyar Zülfüqarov tərəfinin sədrliyi ilə davam etdirilir. Demək olar ki, bütün Azərbaycanın bütün rayon, şəhər bölgələrində fəaliyyətimiz yüksək dərəcədir və böyük işlərə, çoxlu işlərə imza atmışıq. Eyni zamanda bildirmək istəyirəm ki, təşkilatımızın, birliyimizin fəaliyyətini hörmətli, möhtərəm prezidentimiz İlham Əliyev də Cəlilabadın fəaliyyətini yüksək qiymətləndirib ki, bizim fəaliyyətimiz həqiqətən yüksək fəaliyyət göstəririk, xalqımıza təmənnasız xidmət edir. Bu minvalla bizim təşkilatımız uğurlu işlərin hamısına, demək olar ki, bütün uğurlu işlərini davam etdirir və rayonlarda, bölgələrdə negativ halların prezidentə çatdırmaq bizim ümdə vəzifəmizdir. Bu işdə də bizim fəaliyyətimiz göz qabağındadır. Mən Tayyar müəllimin bu fəaliyyətindən istifadə edib bildirmək istəyirəm ki, Tayyar müəllim bizim bu video çarxı lazımi nazirliklərə və üzrə çatdırmaq, hörmətli prezidentə çatdırmaq, kəndimizdə qaz məsələsi, qaz çəkilişi bərpa olunsun. Buna görə çox sağ olun, bu qədər.